Çox sağ olun, dəyərli Sabah xanım. Əvvəlcə istəyirəm ki, sizi, deputat həmkarlarımı, bütün həmvətənlərimizi qarşıdan gələn Qurtuluş Günü münasibəti ilə səmimi qəlbdən təbrik edeyim və qeyd edeyim ki, bu iyun 15-i təkcə bir tarixi dönüş nöqtəsi kimi deyil, milli şüurun və dövlətçilik idealının yenidən doğulduğu müqəddəs gündür. Bu, Azərbaycan xalqının anarxiya və parçalanmağa yox dediyi gündür, üzünü sabitliyə, inkişafa yönəltdiyi bir gündür. Eyni zamanda zamanla sınağa çəkilmiş bir xalqın öz taleyinə sahib çıxması ilə, azadlıqla məsuliyyət arasında tarazılığın yaratdığı bir gündür. Ümumilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması ilə yalnız siyasi liderliyin deyil, həm də milli yaddaşın, tarixi iradənin və strateji uzaq görənliyin qələbə çaldığı gündür. Hər kəsi bu münasibətlə səmimi qəlbdən təbrik edirəm və qeyd etdiyimiz kimi istilik təchizatı haqqında qanunun ikinci oxunuş üçün diqqətinizə çatdırıram. Qanun layihəsinin ikinci oxunuşda təqdimatının əvvəlində xüsusilə qeyd etmək istərdim ki, İstilik təchizatı haqqında qanun layihəsi birinci oxunuş zamanı deputat həmkarlarımız tərəfindən dəstəkləndi. Amma bununla belə bir neçə suallar və təkliflər oldu. Qaldırılan məsələlərin aktuallığını və ictimai marağı nəzərə alaraq, dəyərli xanım sədrin sizin tövsiyənizlə Milli Məclisdə qanun layihəsinin ictimai müzakirəsini dinləməsini keçirdik. Və bu dinləmədə Milli Məclisin komitə sədrləri, hörmətli Hicran xanım Hüseynova, hörmətli Zahid müəllim Oruc və digər deputat həmkarlarımız, eyni zamanda bu qanunla birbaşa əlaqəsi olan subyektlərin nümayəndələri, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Energetika Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərqaz İstehsalat Birliyinin, Azərenerji ASC-nin, MİDA MMC-nin, Kristal Abşeron MTK və Metkon ASC-nin, İstilik Təchizat ASC-nin məsul nümayəndələri iştirak etdilər. İctimai müzakirədə yalnız qanun layihəsinin birinci oxunuşda ortaya çıxan suallar deyil, eyni zamanda ictimaiyyəti maraqlandıran digər məsələlər də əhatəli şəkildə müzakirə olundu və bir çox məsələlərə aydınlıq gətirildi. Bu imkanı yaratdığınız üçün, dəyərli Sabah xanım, sizə öz adımdan və komitəmiz adından bir daha təşəkkürümüzü bildiririk. Bugün istilik təchizatı haqqında Azərbaycan Respublikası qanun layihəsinin ikinci oxunuşu üçün təqdim edirik və bu sənətin münasibətlər sistemində gətirdiyi əsas yenilikləri bir daha diqqətə çatdırmaq istəyirəm. Qanun layihəsi enerji sektorunda hüquqi, texniki, institusional mexanizmləri təkmilləşdirməyə yönəlib. Bu sənəd yalnız istilik enerjisinin istehsalı və paylanması ilə bağlı deyil, eyni zamanda onun istifadəsi, istehlakçı hüquqları, dövlət tənzimlənməsi və şəffaflıq prinsipləri ilə kompleks şəkildə bağlıdır. Əsas məqsəd istilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən etmək, sahədə iştirak edən tərəflər arasında münasibətləri tənzimləmək və dövlətin bu sahədə rolunu aydınlaşdırmaqdan ibarətdir. Qanun layihəsində əks olunan əsas məqamları bir daha xatırlatmaq istəyirəm. Birinci, İstilik təchizatı subyektlərinin hüquqi status və öhdəliklərinin dəqiq müəyyən olunur. İkinci, istehlakçı hüquqlarının geniş tənzimlənməsi, o cümlədən sayğacların quraşdırılması, fərdi sistemlər, qanunsuz qoşulmalar və keyfiyyət məsələləri burada araşdırılıb, öz əksini tapıb. Tənzimləyici orqanların tariflər və texniki normativlər üzərindən nəzarət səlahiyyətləri təsbit edilib. Dördüncü, enerji səmərəliliyi və ekoloji təhlükəsizlik tədbirləri, bərpa olunan enerji mənbələrinin dəstək mexanizmləri öz əksini tapıb. Beşinci, yeni tikililərdə istilik təchizatı ilə bağlı normativlərin tətbiqi və sistemli yanaşması öz əksini tapmışdır. Qanun layihəsi həmçinin dövlətin istilik sektorunda əsas funksiyalarını etibarlılıq, təhlükəsizlik, şəffaflıq və innovasiyaların təşviqi prinsipləri əsasında müəyyənləşdirilir. Dövlət bu sahədə rəqabət mühitinin formalaşması və investisiyaların stimullaşdırılması istiqamətində də mühüm rol oynayır. Hörmətli millət vəkilləri, bu qanun layihəsi istilik təchizatı sektorunda mövcud boşluqları və praktik ziddiyyətləri aradan qaldıraraq dayanıqlı inkişaf, yüksək xidmət keyfiyyətini təmin edəcək,
eyni zamanda vətəndaşların rifahına, həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edəcək sistemli tənzimlənmə mexanizmini formalaşdıracaqdır və bu mühüm sənədin qəbuluna sizi səs verməyə dəvət edirəm və qeyd etmək istəyirəm ki, bu sadəcə enerjidən istifadə ilə bağlı deyil, vətəndaş məmnuniyyəti, ekoloji davamlılıq və iqtisadi səmərəlilik məsələsidir. Hər kəsi müsbət səs verməyə dəvət edirəm.